Bugün Azərbaycan gənclərinin borcudur ki, müstəqilliyimizi, gerbimizi, himnimizi və bayrağımızı qoruyub gələcək nəsillər ötürsün. Müstəqilliyin var olması da millətin gənclərindən başlayır. Sevindirici haldır ki, gənclərimiz də bunu çox yaxşı anlayırlar. Dövlətçiliyimizi, dövlət atributlarımızı hər zaman uca tuturlar və bunu bütün dünyaya sərgiləməyə çalışırlar. İzlədiyiniz bu kadrlar hansısa turnirdən, mütəmadi təşkil olunan velaturlardan birindən deyil. Gənclər 9 noyabr Dövlət Bayrağı günü ərəfəsində bayrağa olan sevgilərini bildirmək üçün bir araya gəliblər. Bayrağımız qürur mənbəyimizdir. Bugün gənclərimiz bu deviz altında burada toplaşıblar və onlar öz vətənlərinin bayrağını kifayət qədər təmsil edəcəkləri üçün fəxr edirlər. Bayraq mənim üçün vətən deməkdir. Bayraq vətənimin bir nişanəsidir. Bayraq vətənimin bir qürur mənbəyidir. Hər şeydən əzizdir bayraq. Ümid edirəm ki, layiqli nəticələr alacağam. Bayrağımızı daha yüksəklərə, bütün ölkələrdə tanıtmağa əlimdən gələni eləyəcəyəm. Fəxr edirəm ki, mən öz bayrağımızı təmsil edirəm. Veloyürüşə paytaxtın cənub girişindən start verildi. Gənclər dünyanın ən böyük bayraq dirəklərindən birinin ucaldığı Dövlət Bayrağı meydanına doğru irəlilədilər. Azərbaycan bayrağını dalğalandıran gəncləri, bu mənzərəni hər kəs qürurla izlədi. Hamıya arzulayıram ki, belə gənclər bütün ölkələrdə olsun. Bayrağımızı ucaldırlar, həm sağlamlığımızı təbliğ edirlər. Bu çox gözəl bir müsbətdir. Çox sevindirici haldır ki, Azərbaycan gəncliyi bu gün vətənini, bayrağını sevir və bu hiss olunur və bu ildən ilə daha da artır bayrağa olan sevgi. 9 noyabr Dövlət Bayrağı günü ərəfəsində paytaxtımızda bu cür aksiyalar davam etdiriləcək. Ünsal Qaraca, Turab Məmmədov, Lider TV.